Hər kəs salamlayıram. Dostlar, bir mövzunu çatdırmaq istərdim isə əksəriyyəti bu mövzudan anlayışı yoxdur. Bu da normal bir haldır. Əgər sənin çəkin 90-dırsa, o demək deyil ki, sən 90 kiloya uyğun zulal yeməlisən. Misal üçün 2 qramdan hesablasaq hər kilova eləyir 180 qram. Xeyr dostum, əgər sənin çəkin 90-dırsa, orada artıq yağ ola bilər. Yəni 15 ya 20 kilo. İndi 20 kilonu götürürük, nə qədər qalır ortada? 70 kilo. 70 kiloya uyğun sən zulal yeyə bilərsən. İndi 2 qramdan hesablasaq 140 qram edir. Amma ki 2 qram yarım olsa daha yaxşı olar. Ona görə mən bir daha söyləyirəm ki, əgər sənin çəkin misal üçün də 130 kilodur, sən o demək deyil ki, sən 130 kiloya uyğun zulal yeməlisən. Əksəriyyəti elə deyir ki, sənin çəkin nə qədərsə ona uyğun zulala otur. Xeyr, sən öz böyrəklərini məhv eləyərsən. 130-u vuranda 2 qramdan gör nə qədər eləyir. Bir daha söyləyirəm ki, səndə olan o yağ enerjisi var ha, o sənin enerji mənbəyindir. Sən 5 il, 6 il, yəni yeyib içmisən, ümumiyyətlə heç pəhrizə oturmamısan, yürüyüş eləməmisənsə, əgər sən birdən-birə oturursansa pəhrizə, ilk 5 kilo gedirsə, sən düşünmə ki, həmişə belə olacaq. Xeyr, o çıxan sudur, bir də şişkinlikdir. Yağ belə asanlıqla çıxmır. Yəni o təzə yığılan o yağlar var ki, onlar rahat çıxa bilər. Amma illərlə qalan preslənmiş yağlar gec çıxır. Və bir də ki, sən əgər çəkini salırsansa, yenidən çəki yığanda rahatlığını ata bilərsən. Amma ki, neçə ilin çəkisini sən çətin ata bilərsən. Bir daha söyləyirəm ki, çalışın, yəni sağlamlığınızı qoruyun və yeməklərə fikir verin ki, sizdə nəticə olsun. O nəticə də sizə motivasiya versin. Hər kəsə uğurlar.